Salam əziz izləyicilərim. Bugün mən ətli bilinçik hazırlayacağım. Videolarımın davamı üçün bəyən düyməsinə basıb kanalıma abunə olmağı unutmayın. İndi isə keçək hazırlanmasına. 500 qram qiyməni götürürəm. 2 ədəd soğanı əlavə eləyib yaxşıca qarışdırıb pişməyə qoyuram. Pişdikdən sonra biraz duz istivud əlavə eləyib yaxşıca pişirirəm. Sonra isə keçirəm xəmirin hazırlama. 200 ml ılıq süt, 200 ml ılıq su, 2 qaşıq şəkər tozu, çay qaşığı ucunda soda, bir çimdik duz əlavə eləyib, 2-3 qaşıq da duru yağ əlavə eləyib yaxşıca qarışdırıram. Yaxşıca qarışdırandan sonra məndə 200 qram un getdi. Siz istəsəz az əlavə eləyib baxın qatılığına. Çox da qatı olmamalıdır. Sonra isə tavaya əlavə eləyib 2 tərəfini çevirib pişirirəm. Xəmiri biraz gözlədirəm ki, üzünü tutsun. İki tərəfini çevirib pişirdikdən sonra videoda göründüyü kimi bütün bilinçlikləri bu formada pişirirəm. Pişirdikdən sonra videoda göründüyü kimi nə qədər şeyləsəzdə qırılmayan elastik bilinçik xəmiri alınır. Əti qoyub bükürəm. Əti qoyub bükdükdən sonra tavaya yağ əlavə eləyib qızğın yağda hər iki tərəfini qızardıram. Qızarandan sonra turub nuş eləyə bilərsiniz. İnanın möhtəşəm alınır, çox dadlı alınır. Bu reseptlə eləyəcək olan hər kəsə indidən nuş olsun. Videolarımın davamı üçün bəyənməyi unutmayın. Sağ olun, hələlik.